Cənub diyarından hər kəsə salam. Lənkəranı gəzməyə davam edirik. Bu dəfə yolumuz Bilesər kəndinədir. Bu kənd Lənkərandan təxminən 39 kilometr məsafədə yerləşir. Xanbulanı, Daşlatö kəndini keçirik və Bilesərə doğru dönürük. Düzdür, yol asfalt deyil. Yaxşı olardı ki, bu yola offroad maşınla çıxasınız. Biz isə sedanla risk elədik. Şəlaləyə çatana qədər yol kənarında bir neçə kiçik kafe görəcəksiniz. Biz də elə onlardan birində dayandıq. Burada piknik üçün yerlər də var idi. Obyektin qarşısında oturan mehriban bir dayı bizi çaya, hətta öz süfrəsinə qonaq elədi. Çayımızı içib, təşəkkür eləyib yolumuza davam etdik. Uzun yol getdikdən sonra qarşımızda Bilesər şəlaləsi. Biz burada olan vaxt şəlaləyə çimməyə gələnlər də var idi. Biz isə yalnız seyr eləməklə kifayətləndik. Gəzintidən sonra qəşəng acıdıq və öncədən planlamasaq da dostumuzun Bilesərdəki qohumlarına qonaq olmağa qərar verdik. Yol narahat olsa da kəndin gözəlliyi hər şeyi unuttururdu. Amma kəndin yol və infrastruktur problemləri, burada yaşayan insanların gündəlik çətinliklərini düşündükdə açığı bu insanı narahat edir. Market, aptek, restoran yoxdur burada. Hər kəs öz məhsulunu özü yetişdirir. Qonaq olduğumuz yerdə qısa zamanda bizim üçün hazırlanmış ləzzətli Talış mətbəxini dadıq. Əgər sən də real təbiəti hiss eləmək, kameranın çəkə bilmədiyi hissləri yaşamaq istəyirsənsə, mütləq Bilesərə gəlməlisən. Gələndə yol nə qədər uzun görünsə də, qayıdış yolu bizi çox yormadı. Cənubda yeni məkanlarda